Salam əziz izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugünkü videoda mən həftəlik proqnoz edəcəm. Gəlin baxaq sizi nə gözləyir. Həftə boyu 3 dənə variant olacaq. Variantlardan birini seçirsiniz. Deməli, xatırlatmaq istəyirəm ki, baxım ümumidir. Əgər şəxsi baxım istəsəniz, şəxsi olaraq müraciət edə bilərsiniz Instagram üzərindən. Instagram səhifəmin adı və linki göstərilib videomun altında. Keçid edib əlaqə saxlaya bilərsiniz. Deməli, gəlin baxaq. 1, 2, 3 seçiminizi edirsiniz. Əgərsə daha çox vaxt tələb olunursa, videonu dayandıra bilərsiniz. Seçiminizi etdikdən sonra davam edə bilərsiniz baxmağa. Mən sizə çox gözləmək istəmirəm. Gəlin başlayaq. Deməli, burada sizin həftə boyu başqa insanlarla əlaqədar məsələləriniz aktual olacaq. Yəni, şəxsi özünüzlə deyil, başqa insanların müdaxiləsi ola bilər. Həmçinin də başqa insanlarla bağlı olan məsələlər aktual ola bilər. Xüsusən də bu, deməli, sizin ailənizdən olan insanlar ola bilər. Bir də ki, ailə kimi gördüyünüz və bəzi bürcləri də sayacağım. Bu bürclərdən də ola bilər bu insanlar. Deməli, torpaq ünsüründən, boğa, oğlaq, qız ola bilər, su ünsüründən ola bilər, həmçinin su ünsüründən deməli xərçəng, balıq, əqrəb ola bilər. Belə bürcdən insanların təsiri böyük olacaq və onlarla bağlı məsələlər aktual olacaq. Deməli, şəxsi həyatda baxsaq, burada şəxsi həyatda mesajlaşmalar, həmçinin nikah yoxdursa, nikahla bağlı məsələlər aktual ola bilər. Həmçinin burada evlisinizsə, evliliklə bağlı və rəsmi sənədlərlə bağlı məsələlər aktual ola bilər. Yəni, nəyisə rəsmi etmək aktualdır. Yəni, burada kimdəsə evlilik ola bilər, kimdəsə əksinə boşanma ola bilər. Yəni, bu da bir rəsmi bir sürəcdir. Həmçinin də bu, misal üçün deyək ki, İstədiyiniz şəxs başqa ölkədədir, hansısa sənəd həll etməlisiniz, sənəd toplamalısınız ki, o insanla ya görüşəsiniz, ya da ki, evlilik qurasınız. Həmçinin də burada cüzi şeydən də başlaya bilər, yəni belə bir şey ola bilər ki, çoxlu xəbərləşmə, mesajlaşma, yəni belə şeylər də aktual ola bilər. Deməli, burada işdə və ya təhsildə, deməli, burada stabillik qalacaq, yəni necə var idisə elə qalacaq. Yəni, stabillik nə barədə, misal üçün, nə varsa odur. Yəni, heç bir dəyişiklik, belə qlobal belə bir dəyişiklik olmayacaq. Həmçində dediyim kimi, burada torpaq ünsüründən olan insanların təsiri güclü olacaq. Deməli, bu sizin özünüzsünüzsə, bu həm sizin özünüzdən və sizin ünsürünüzdən olan insanlar da ola bilər. Yəni, hansı ki, təsir göstərəcək ya da o insandan sizin hər hansı bir işiniz asılı olacaq. Həmçində belə bir insanla iş və ya təhsillə bağlı hansısa məsələ müzakirə oluna bilər ya da ki, hər hansı bir məsələ gündəmdə ola bilər. Bu, xüsusən də təhsil və ya sizin iş karyeranızla bağlı ola bilər. Deməli, burada maddiyyatda sizi qıcıqlandıracaq şeylər ola bilər. Yəni, ya maddi hansısa gəlirlərin kifayət qədər olmaması ola bilər, ya da ki, xərclənməsi sizi qıcıqlandıra bilər. Belə bir şey də aktual ola bilər. Burada, deməli, həftə boyu biraz yəni, balaca məsələlərin bir araya toplaşması aktual ola bilər. Yəni, onlar belə biraz yükə dönə bilər, hansı ki, sorumluluq gərəkdirir. Yəni, misal üçün, xırda cüzi şeylərdir, amma bu sizin üçün sizi yoran bir şeydir. Yəni, onu da eləməliyəm, bunu da eləməliyəm. Həmçində bir məsələnin daha ağır yük basdığı bir işdə ola bilər. Yəni, bəzi insanlar da burada cüzi şeylərin toplaşıb da bir araya belə yekə bir yükə dönməsi. Bəzi insanlarda isə bu elə hansısa vacib bir işdir, hansı ki, sizə biraz necə deyərlər, vacib gələcək və onun ağırlığı olacaq. Yəni, burada bu aktual ola bilər. Həmçində cüzi hansısa qanqaraçılıqlardan qaçının, yəni təlaşa düşüb, burada hər hansı bir yəni rutinə düşüb, burada qanqaraçılıq ola bilər ki, yəni keyfiniz pozula bilər ki, yorulursunuz, eləyirsiniz, yəni belə şeylər də aktual ola bilər. Yəni, gündəlik hansısa məsələlərin sizi qanqaraçılığa gətirib çıxartması aktual ola bilər.
Deməli, burada sizin həftə boyu 2 dənə ünsürdən olan insanların təsiri olacaq. Bu hava ünsürü və od ünsüründən ola bilər. Deməli, od ünsüründən Qoç, Oxatan, Şir ola bilər. Hava ünsüründən isə Əkizlər, Doğuça, Tərəzi ola bilər. Belə insanların həyatınıza təsiri güclü ola bilər. Həmçində siz özünüz belə bir ünsürdən ola bilərsiniz. Yəni siz özünüz belə bir ünsürdənsinizsə, burada sizin özünüzdən də çox şey asılı olacaq və sizin özünüzün də vacib hansısa məsələniz çıxa bilər. Yəni sizin şəxsi özünüzlə. Deməli, amma sizin ünsürünüzdən və bu saydığım ünsürlərin də təsiri böyük ehtimaldır. Çünki bu ümumi baxımdır. Deməli, qeyd etmək istəyirəm ki, burada hansısa deməli dövlət qurumları ilə əlaqədar məsələlər aktual ola bilər. Yəni dövlət, rəsmi qurumlar, hansı ki oradan sizin ya işiniz asılı olacaq, ya da hər hansı bir məsələniz çıxacaq belə yerlərlə bağlı. Həmçində belə yerlərdən bir xəbər alına bilər və ya gözləntiniz ola bilər ki, hansısa misal üçün müraciət edirsiniz və gözləyirsiniz ki, sizə hər hansı bir cavab gəlsin və gözləyirsiniz ki, misal üçün haçan cavabı gələr, yəni onun müzakirəsi olunur. Yəni belə şeylər də aktual ola bilər. Deməli, burada ani hansısa gəlişmələr də ola bilər, yəni ani gözlənilməz dəyişikliklər ola bilər, hansını ki siz gözləmirdiniz. Deməli, şəxsi həyatınızda gözəl duyğusallıq ola bilər, gözəl emosiyalar, duyğusallıq alacaqsınız və burada sevgi dolu hansısa hadisələr ola bilər, hansı ki sizi çox duyğusal olaraq tətmin edəcək və duyğusal olaraq siz özünüzü çox xoşbəxt hiss edəcəksiniz. Deməli, təksinizsə burada kimsə qabağınıza çıxa bilər, ilişkidə problem vardısa onlar həll oluna bilər və deməli, xüsusən də deməli, maddiyyatınızda da bu aktualdır. Çünki maddiyyatınızda gözəl hansısa xəbərləşmə, gözəl xəbərlərin alınması və həmçinin də gözəl söhbətlərə, dostluqlara xərclənən pul ola bilər. Yəni, həm belə yerlərdən alınma ola bilər, misal üçün sosial şəbəkələr, hər hansı bir ünsiyyət qurduğunuz bir işlə bağlı pullar ola bilər, hansında ki siz ünsiyyət qurmalısınız və bu gözəl ünsiyyəti quraraq, gözəl danışıq apararaq yaxşı pullar əldə edirsiniz. Həmçinin də belə yerlərə xərcləmə ola bilər, amma onlar sizi duyğusal olaraq da tətmin edir, sizə xoş gəlir. Deməli, buradan işdə və ya təhsildə hansısa yollar gözləyə bilər sizi. Yəni, bu yollar real bir yolda ola bilər, hansında ki siz çıxırsınız və harası gedirsiniz, yəni başqa şəhər, başqa ölkə dincəlmək ola bilər. Həmçində nə isə geridə qoymaq, təzə bir şeyə yönəlmək də aktual ola bilər. Yəni, misal üçün, bəzi insanlarda kim ki işini qoyub, onlar başqa işə yönəlmək istəyir. Burada da bu aktual ola bilər və gözəl hansısa perspektivli işlər və ya təhsilinizlə bağlı gözəl perspektivlər çıxa bilər. Harasa başqa yerə getmək üçün ya da belə bir planların qurulması ola bilər. Və həmçində qeyd etmək istəyirəm ki, burada bəzi insanlarda bu distant təhsil və ya distant işdə ola bilər, hansında ki siz nə isə distant olaraq görürsünüz. Xüsusən bu həftə nə isə gedərək deyil də konkret, misal üçün evdən iş görürsünüz, misal üçün. Belə bir şey də ola bilər. Kim ki real bir işdə işləyir, onlarda anidən getmədə ola bilər. Yəni, misal üçün, real işdir, hansında ki siz gedirsiniz, gəlirsiniz. Burada bəzi insanlarda belə bir şey ola bilər ki, onlar real olaraq getməlidirlər. Deməli, çünki burada ən başlıca bir şey yoldur və yolla bağlı məsələlərdir, iş və ya təhsildə. Deməli, dediyim kimi, vacib olan ünsürləri sizə saydım. Xüsusən bu ünsürlərə diqqət yetirirsiniz. Belə ünsürlərin də təsiri çox böyük olacaq. Deməli, burada nə isə geridə qoymaq, nə isə artıq unutmaq aktual ola bilər. Yəni, misal üçün,
Bu həm sizin sferanızın dəyişikliyi ola bilər, yəni hansısa çevrəniz var, o çevrəni dəyişirsiniz, bu aktual ola bilər. Nəyisə geridə qoymaq, nəyisə artıq unutmaq da aktual ola bilər. Deməli, biz ayrı-ayrı sferalara baxsaq, deməli, burada şəxsi həyatınızda evlə bağlı məsələlər aktual ola bilər. Həm evdə qalmaq, evdə hansısa ilişki ilə bağlı məsələləri müzakirə etmək aktual ola bilər. Həmçinin ilişkidə evlə bağlı məsələlər aktual ola bilər. Bəzi insanlarda bu ümumiyyətcə evcimənlik ola bilər. Kimin üçün şəxsi həyat o qədər də vacib deyil. Onlar ya evdən qura bilər ilişkini, yəni misal üçün yazışma, amma bu çox da belə getmək, görüşməklə bağlı deyil. Bu çox vaxtı evdən oturmaq, evdə bunların hamısını etmək, danışıq qurmaq ya da seçmək, internet üzərindən də bu ola bilər. Var olan cütlüklərdə burada evlə bağlı məsələlər çox vacib və aktual olacaq və ya birlikdə yaşayış, birlikdə nəyisə qeyd etmək, birlikdə olmaq evdə, bunlar aktual ola bilər. Deməli, bu həmçində sizin evinizə, şəxsi həyatda kiminlə ki ilişki qurmusunuz, o insanın sizin evinizə gəlişi də aktual bir şey ola bilər. Misal üçün siz təksiniz, amma sizin harasa getməyə ya da kiminləsə tanışmaq üçün harasa getməyə bir məcburiyyətiniz yoxdur. Çünki bu insan sizin evinizə gələ bilər. Yəni sizin evinizdə deyək ki, dost çevrədən ya da tanış çevrədən və bu insan sizinlə ilişki qurmaq istəyə bilər. Belə bir şey aktual ola bilər. Həmçində deməli evli cütlüklərdə evlə bağlı məsələlər dedim aktual ola bilər və həmçinin də almaq ev ya da birlikdə ev qurmaq, necə edək, belə bir şey də aktual ola bilər. Yəni bu bir misallar da gətirirəm, amma başlıca belə bir mövzu evlə, mülkiyyətlə bağlı məsələlərdir. Deməli, maddiyata baxsaq, maddiyatda burada sizin gözəl görüşləriniz olacaq. Yəni burada hər hansı bir xərcləmə olsa belə bu görüşlərə, gözəl görüşlərə xərclənən, sizi duyğusal olaraq təmin edən görüşlər ola bilər. Konkret görüşlərə xərclənilə bilər və görüşlərdən o pullar alına bilər. Misal üçün, yaxşı bir görüşünüz olur, o insan sizə yaxşı bir maddiyat verir ya da yaxşı bir maddiyatla bağlı bir xəbər ya da deyək ki, sizə nəsə bir yol təklif edir, hansında ki, siz təzə pul qazana bilərsiniz. Yəni, təzə bir sizin qabaqcadan fikirləşmədiyiniz bir şey ola bilər. Hansında ki, siz misal üçün görüşürsünüz, o insan sizə deyir ki, bunu eləginə yaxşı pul gələr sənə, misal üçün. Yəni, belə şeylər də aktual ola bilər. Deməli, yalnızca burada problemli sizin iş və ya təhsiliniz ola bilər. Bu da göz yaşı ala bilərsiniz. Ya da ki, əvvəldən yaşadığınız hər hansı bir problemi bu həftədə təzədən müzakirə edə bilərsiniz, fikirləşə bilərsiniz. Yəni, burada bununla bağlı biraz problem ola bilər. Xüsusən burada, deməli, torpaq ünsüründən insanlara diqqət yetirirsiniz və bir dənə bürc var, o da ki, oxatan, od ünsüründən oxatan, bir də ki, torpaq ünsüründən deməli boğa, oğla, qız ola bilər. Belə bürclərə diqqət yetirirsiniz. Belə bürclərin həyatınıza aktuallığı və vacibliyi olacaq. Həmçində bu sizin özünüz ola bilərsiniz. Amma bu təqdirdə bu sizin özünüzdən asılı olan çoxlu mövzular, çoxlu hər hansı bir məsələlər olacaq. Yalnız sizdən asılı olan